Salam. 9. sınıflar için yeni düşecek suala baxaq. İki sual tipi var. Yəni is due to və was about, is about to. Is due to deməli to ilə işlənir. Ona görə 24-də baxırıq. A variantını silirik. Çünki bunun to'su yoxdur. B-ni saxlayırıq. C-yə baxırıq. Will able to ola bilməz. Will be able to b'si yoxdur. D-də will be able to, nə to b'si var, nə to'su var. Ona görə getdi. İki variant arasında qala bilərik. Ancaq diqqətli olun. Is due to zaman anlayışı varsa, bu zaman is due to edik. Cavabımız in 5 minutes. Tələs. Qatar 5 dəqiqə çıxacaq, yəni yola çıxacaq mənasında, tərk edəcək mənasında. Cavabımız is due to. İndi 25'e baxın. The audience are in their seats and the performance start. Baxırıq. Dediyimiz kimi cümlə quruluşuna diqqət, sözün quruluşuna diqqət olun, diqqət yetirin. Is about to düzgündür. To b'si var, to'su var. Was due, to'su yoxdur. Ona görə səhvdir. Will be able. To b'si yoxdur, səhvdir. Was about to, okeydir, ola bilər. İ'də isə to yoxdur. Qaldıq iki variant arasında. The audience, baxın cümləmizin açar sözü indiki zamandır. Cümlə indiki zamandadırsa ardından demirsə ona verin. Ona görə cavabımız E olacaq. D-də səhvdir. Siz mənasında bilməsəz, tərcümə edə bilməsəz də bunu sadəcə olaraq mən işlədiyim kimi variantları çıxarıb da cavabı tapa bilərsiniz. Yenə də buna güvənməyin. Hər ehtimala düzgün cavabı çalışın, dəqiq bilin. Əgər qəbuldur, buraxılış imtahanı başa düşürəm, stres var. Ona görə özünüz narahat hiss eləsəz, yadınızdan çıxa bilər, həyəcandan hər şey ola bilər. Ona görə mən dediyim variantdan istifadə edib düzgün cavabı tapa bilərsiniz. The audience are in their seats. Auditoriya öz yerində idi. The performance is about to start. Performans artıq, tamaşa artıq başlanmaq üzrə idi. Yəni yaxın gələcəkdə tamaşa başlayacaqdı. Bu qədər. Gələn dərslərdə görüşərik. Hələlik.